Salam həmvətənlər, hər vaxtınız xeyir olsun. Mən Vətən Müharibəsi qazisi Samir Məmmədov. Çox xahiş edirəm bu videonu axıra qədər baxasınız və maksimum paylaşasınız ki, bütün Azərbaycan xalqı görsün. Buradan Azərbaycan mərd bacı qardaşlarından xahiş edirəm ki, bu videonu maksimum paylaşasınız. Mən 2025 oktyabrın 20-si günü heyvanlarımı oğranmağınla bağlı Çoban Vüsal tərəfindən, Qafarovsar Rafiqoğlu tərəfindən mənə zəng vuruldu. Və gedəndə gördüm həmkəsim Etibar adlı şəxs 2 baş heyvanlarımı oğranan vaxtı Vüsal tərəfindən tutulmuşdu. Və bu zaman mən bunu videoya çəkmişəm və öz-özünə xəsarət yetirirdi gördüm. Getmək istəmirdi, videolarda var, paylaşmışam. Və mən 102 qaynar xəttinə məlumat vermişəm. 3 maşın polis əməkdaşı tərəfindən gəlib bu hadisə yerində aparılıb və hadisə yerində bunun heç bir xəsarəti olmayıb. Əgər xəsarəti olmuşdursa, dərhal bunun yerində sənədləşdirilərdi və 3 maşın polis əməkdaşı tərəfindən görünərdi ki, bunun xəsarəti var və yerində protokollaşdırılardı. Bunların heç biri olmayaraq, bunu polis qoluna qanlar vuraraq şöbəyə aparıblar. Şöbəyə gedəndən sonra və həman vaxt həmən təhqiqatçı Ruslan adlı şəxs məndən o heyvanların yarı pulunu istədi. Mən bundan təbii ki, razı olmadım. Bununla bağlı qərəzli mövqedə olaraq və bu Etibarı özləri göndərmişdi. Etibar 2-dən birdən o sahəyə gələndə öydü. Etibarın o sahədə yeri yoxdur, həmən ərazidə. Mənim özümə məxsus olan bir yer idi. Və Etibarı aparıblar sağ-salamat polis şöbəsinə və burada 127.1-lə mənə cinayət işi açmışdılar. 127.1 amnistiya düşdüyünə görə, bunlarla mən razılaşmadığıma görə, bunlar mənə dəyən ziyanı ödəmədiyinə görə, bunlar 127.2.3-dən başladılar qondarma cinayət işi açmağa. İttiham haqqı elan olundu və bu iş göndərildi 20 may 2026-cı il tarixdə saat 10:35-ə məhkəmə oldu. Məhkəmə gəlib özünü təqdim elədi. Özünü təqdim eləyəndən sonra və hökm elan elədi. Polisin nəzarəti altında qərar qəbul elədi və bu qərarı qüvvədə saxladı. Çox xahiş edirəm bu videonu paylaşasınız ki, bütün Azərbaycan xalqı görsün. Və birinci məhkəmə idi. Birinci məhkəmədə məhkəmənin marağı nə idi ki, 127.2.3-dən mənə cinayət işini araşdırmadan və həmən polisin nəzarəti altında məni saxlamağı araşdırmadan bu nəyin işarətidir? Bu nəyi göstərir? Və həmən vaxtı hansı əsasdan məni təqsirləndirdim hakim? Polisin nəzarəti altında. Mən banditlik eləmişəm, narkotik satıram. Bəzi narkotik satanlar kimi, nə bilim, oğraşlıq eləmişəm, oğruq eləmişəm. İndiyə qədər əlində hansı əsasları? Məni bütün kənd cəmaatı bilir, məni tanıyan tanıyır ki, hələ mən bu şeylərin, bu şərəfsizliklərin hamısından uzağam. Nə həyatı boyu oğurluq eləməmişəm, nə həyatı boyu oğraşlıq eləməmişəm, nə həyatı boyu narkotik satmamışam, nə narkotik çəkməmişəm. Və bu şərəfsizlikləri bunlar hansı əsasdan? Bunlar məni ittiham elədi və məni polisin nəzarəti altında saxladı. Heyvanı oğranan mən, zərər çəkmiş mən və bir narkomanın tərəfini saxlayırlar. Hansı əsasdan? Çox xahiş edirəm bu videonu maksimum paylaşasınız ki, bütün Azərbaycan xalqı görsün. Nə eləmişik biz? Gedib vətənə xidmət eləmişik. Bu vətəni qorumuşuq. Biz şərəfsiz olsaydıq, gedib biz öz istəyimizdən 2 dənə az yaşlı evladımızı qovub bu vətənə xidmət eləyərdik. Və buradan mən ölkə başçısına səslənirəm. Cənab Ali Başkomandan, siz hər çıxışınızda deyirsiniz ki, qazilər bizim toxunulmazdır, qazilər bizim ümid yerimizdir, qazilər haqsız yerə, günahsız yerə heç bir qazi incidilə bilməz. Necə olur ki, mənim hansı günahımın əsasında, hansı günahım var ki, mən bu gün də ittiham olunuram?
Neyləmişəm də? Günahım nədir? Hansı günahım var? Bir narkoman gəlib mənim heyvanımı oğrasın və mən bunu ictimailəşdirim və bugünkü gündə cinayətkar mən olum. Ali Baş Komandan, buradan sizə səslənirəm. Bu ədalətsizliyə son qoysun. Çox xahiş edirəm. Bu boyda ədalətsizlik, haqsızlıq olmaz. Bu ədalətsizliyə nə vaxt son qoyulacaqdır? Sizin çağırışınızdan getmişəm, cənab Ali Baş Komandan. Ən ağır döyüşlərdə iştirak eləmişəm. Şəxsən gəlib, özün bizlə görüşübsən. Qubatlıda. Sizin əskəriniz olmuşam. Sizin ordenlərlə tərtib olunmuşam. Bugünkü gündə hansı bir qondarma cinayət işi, saxta cinayət işi mənə açılır. Niyə də? Əsas səbəb nədir? Mən niyə polisin nəzarəti altına, hansı əsasdan veriblər? Narkotik satıram, oğraşlıq eləyirəm, nə bilim, oğruq eləmişəm, nə eləmişəm? Hansı əsasdan da bir əsas çıxarsınlar, ortaya qoysunlar. Bu hakim girir, özünü təqdim eləyir. Sizin bu dövlətin gerbi bayraq altında qərar qəbul eləyən hakimiz. Və çıxır ki, sizin polisə nəzarəti altında qərarınız qüvvədə saxlanılsın. Necə olur? Bunu harda araşdırdı? Demək odur ki, bunlar hamısı bir-birindən əlbirdir. Və qərarı mənə vermirlər. Niyə? Neyləmişik də? Biz neyləmişik? Biz polisin boyunduruğu altında, biz polisin qandalı altında qalmalıyıq. Heyvanlarım oğranan mən, ziyanlıq çəkən mən və bugünkü gündə biz polis nəzarəti altında qalmalıyıq. Niyə? Səbəb nədir? Nədir də? Çox xahiş edirəm bu videonu paylaşarsınız. Aidiyyəti üzrə bütün hər kəsə çatsın. Çox sağ olun.